adam özünə sual verir ki, insanı kim aldadır? Bizi müxtəlif şeylər və ya müxtəlif kəslər aldada bilər. Amma bəlkə çox zaman insanı aldadan insanın öz daxilində gedən proseslərdir. Məsələn, dini ədəbiyyatlarda insan nəfsinin hiyləgərliyindən çox danışılır da. İnsan nəfsi adamı belə aldadır, insan nəfsi belə aldadır. Əslində nəfs sözü ərəb mənşəli bir kəlmədir də, öz deməkdir. İnsanın özü deməkdir. Psixoloji ədəbiyyat bunun biraz elmi versiyasını təqdim edir bizə. Məsələn, keçən mühazirələrimizdə biz irrasional inanclardan danışdıq və ya kognitiv təhriflər barəsində söhbətlər olundu. İnsanın yanlış inanc və düşüncələri, bunlar da bir növ insanı aldadan, insanı saptıran düşüncə tərzləri, inanclardır. O cümlədən də bu müdafiə mexanizmləri də bəzən belə ola bilər. Ona görə zənnimcə müdafiə mexanizmləri iki hissəyə bölünür. Sağlam müdafiə mexanizmləri və qeyri-sağlam müdafiə mexanizmləri. Müdafiə mexanizmlərinin mahiyyəti, mənası nə deməkdir? Bu haqda bir miqdar istəyirəm söhbət edək. Müdafiə mexanizmləri ümumiyyətlə insanın şuursuz şəkildə özünü daxili gərginliklərdən, narahatlıqlardan, günahkarlıqdan və ya özünə zidd olan istək və düşüncələrdən qorunma üsullarıdır. Əslində bizim beynimiz, bizim psixamız müxtəlif üslublardan, müxtəlif üsullardan istifadə edir. Bəzən insanın özünü qoruması üçün, insanın psixoloji gərginliyinin, narahatlığının, mənfi emosional vəziyyətinin aradan qaldırılması üçün bəzən beyin öz-özündən müxtəlif taktikalar işlədir. Və bunlar bəzən adaptiv olur, yəni məntiqli olur, sağlam olur, rasional olur, bəzən də qeyri-məntiqli ola bilir.